Beynəlxalq münasibətlərin təhlili mərkəzinin təşkil etdiyi Cənubi Qafqazda yeni geosiyasi reallıqlar, Azərbaycan və sülh gündəliyi mövzusunda tədbirdə regionda baş verən siyasi proseslər və Azərbaycan-Ermənistan normallaşma gündəliyi diqqət mərkəzində olub. Beynəlxalq münasibətlərin təhlili mərkəzinin idarə heyətinin sədri Fərid Şəfiyev bildirib ki, Ermənistanda keçirilən seçkilərin nəticələri bu ölkədə sülh və normallaşma prosesinin davam etdirilməsinə ictimai dəstəyin olduğunu göstərir. O qeyd edib ki, Azərbaycanın sülhlə bağlı gözləntiləri dəyişməyib və davamlı sülh üçün Ermənistan cəmiyyətinin də referendum vasitəsilə bu prosesə münasibəti ortaya qoyması vacibdir. Fərid Şəfiyev vurğulayıb ki, son illərdə Azərbaycanla bağlı səsləndirilən bir çox proqnozlar özünü doğrultmayıb və ölkənin həyata keçirdiyi siyasət regionda sabitliyin formalaşmasına xidmət edib. Onun sözlərinə görə, Azərbaycanın milli maraqları bütövlükdə regionun inkişafına töhfə verir. Sülh arxitekturasının müəllifi Azərbaycandır, bunu qeyd etməyi bir də istərdim. Və bu sülh imkan verir ki, regionda daha iri miqyaslı layihələr həyata keçirək. Onsuz da bunu da qeyd etmək lazımdır. Hətta münaqişə dövründə də Azərbaycan bir sıra enerji və nəqliyyat layihələrə imza qoyub və onların da müəllifi olub. Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Kars və digərləri, bunlar hamısı bəllidir. Amma buna baxmayaraq regionda münaqişə var idi. Xarici investorlar biraz ehtiyatlı yanaşırdılar. Bəli, Azərbaycana investisiyalar gəlirdi. Amma bilirəm ki, məsəl üçün qeyri-neft sahəyə sərmayə qoymaq üçün investorlar daha sabit şərait istəyirlər. Təkcə Azərbaycanda yox, ümumiyyətlə regionda. Belə bir indi sabitlik, ümumiyyətlə təhlükəsiz şərait yaradılıb. İkinci məsələ, elə region içində də olan əməkdaşlıq imkanlar tam şəkildə biz indi məsəl üçün su ehtiyatları istifadə edə bilərik azad olunmuş ərazilərdə. Və yaşıl enerjidən söhbət gedir. Bu yaşıl enerjini təkcə Azərbaycanda yox, Avropaya ötürmək, Gürcüstan vasitəsilə və yəni burada təbii ki, söhbət gedir ki, Ermənistanla biz ilk addımlarımızı başlamışıq və gələcəkdə ola bilsin ki, bu layihələrdə Ermənistan da bu və digər formada iştirak eləsin. Əgər məsəl üçün Zəngəzur dəhlizindən söhbət gedirsə, bu dəhliz təkcə Naxçıvana olan dəhliz deyil və olmayacaq. Bu uzun bir, belə deyək, daha coğrafi baxımından tutarlı bir layihə olacaq. Türkiyə, Ermənistan, Azərbaycan, Mərkəzi Asiya və s. Tədbirdə çıxış edən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Mətin Məmmədli isə bildirib ki, 2-ci Qarabağ müharibəsindən sonra formalaşan sülh gündəliyinin müəllifi Azərbaycandır. O qeyd edib ki, Azərbaycanın irəli sürdüyü prinsiplər həm region ölkələri, həm də beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunub. Mətin Məmmədlinin sözlərinə görə, dayanıqlı inkişaf və təhlükəsizlik üçün ilk növbədə davamlı sülhə nail olunmalıdır. Milli Məclisin deputatı Qaya Məmmədov da çıxışında Azərbaycanın sülh prosesinə verdiyi töhfələrdən danışıb. Deputat bildirib ki, Azərbaycan güclü tərəf olmasına baxmayaraq Ermənistana qarşı heç vaxt ərazi iddiası irəli sürməyib. Onun sözlərinə görə Ermənistan konstitusiyasında Azərbaycana qarşı mövcud iddiaların aradan qaldırılması həm siyasi, həm də hüquqi baxımdan vacib məsələdir. Qaya Məmmədov əlavə edib ki, Azərbaycan sülh sazişini gözləmədən belə əməkdaşlıq imkanlarının yaradılması istiqamətində addımlar atıb, tranzit və ticarət imkanları formalaşdırmaqla sülhə praktik yanaşma nümayiş etdirib. Deputat Rizvan Nəbiyev isə diqqətə çatdırıb ki, Azərbaycanın irəli sürdüyü sülh təşəbbüsləri artıq regional təsir gücünə malikdir. Onun sözlərinə görə Prezident İlham Əliyevin formalaşdırdığı sülh gündəliyi zamanla Ermənistanın siyasi gündəliyinin də mühüm hissəsinə çevrilib. Deputat hesab edir ki, Ermənistan cəmiyyətinin əhəmiyyətli hissəsinin sülh tərəfdarı mövqe nümayiş etdirməsi bunun göstəricisidir. Konfrans çərçivəsində həmçinin Cənubi Qafqazda yeni geosiyasi reallıqlar, Azərbaycan və sülh gündəliyi mövzusunda keçirilən məqalə müsabiqəsinin nəticələri elan olunub. Qalib olan gənc tədqiqatçılar öz araşdırmalarını təqdim edərək regionun gələcəyi, təhlükəsizlik məsələləri və sülh prosesinin perspektivləri barədə fikirlərini bölüşüblər. Sonda müsabiqə qalibləri mükafatlandırılıb, onlara sertifikat və hədiyyələr təqdim olunub. Rahim Mirzəcan, Tərlan İbrahimova, Elşad Heydərov, NTV Xəbər, Bakı.